Bakı şəhərinin Sabunçu rayonunda, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi qeydə alınıb. Bu təhlükəli hadisə ötən gün günorta saatlarında baş verib və sakinlər arasında böyük narahatlıq yaradıb. Yanğının baş vermə səbəbi hələlik məlum deyil, lakin ilkin ehtimallara görə hadisə elektrik naqillərində yaranan qısaqapanma səbəbindən meydana gəlib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları dərhal hadisə yerinə cəlb olunublar. Yanğını söndürmək üçün bir neçə yanğın söndürən maşın və xilasetmə qrupu əraziyə gəlib. Xoşbəxtlikdən yanğın söndürənlər alovu qısa müddətdə nəzarət altına alaraq, onun digər mənzillərə və mərtəbələrə yayılmasının qarşısını alıblar. Hadisə yerində yaşayan sakinlər təxliyə edilib, bəzi sakinlər isə tüstüdən zəhərlənmə şübhəsi ilə təcili tibbi yardıma müraciət ediblər. Həkimlər tərəfindən ilkin tibbi yardım göstərilən sakinlərin vəziyyəti stabildir və həyatları üçün təhlükə yoxdur. Yanğının yayılmaması və sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə polis əməkdaşları və təhlükəsizlik qüvvələri də cəlb olunub. Binanın ətrafı təhlükəsizlik lentləri ilə əhatə olunub və giriş-çıxış məhdudlaşdırılıb. Hadisə yerində araşdırmalar aparılır və yanğının dəqiq səbəbləri müəyyənləşdirilməyə çalışılır. Bu hadisə bir daha göstərir ki, yaşayış binalarında yanğın təhlükəsizliyi qaydalarına əməl etmək və profilaktik tədbirləri vaxtında görmək nə qədər vacibdir. Bu cür hadisələrin qarşısını almaq üçün müvafiq qurumlar tərəfindən maarifləndirmə işlərinin aparılması və binaların yanğın təhlükəsizliyi baxımından yoxlanılması olduqca əhəmiyyətlidir. Hadisənin nəticələri ilə bağlı ətraflı məlumatlar əldə edildikcə, ictimaiyyətə əlavə məlumat veriləcək. Yanğının sakinlər arasında yaratdığı narahatlığın tez bir zamanda aradan qaldırılması və bərpa işlərinin aparılması gözlənilir.